Son günlər ictimai nəqliyyatda tələbələr və təqaüdçülər üçün müəyyən güzəştlərin tətbiq olunması müzakirə olunur. Bəs bu hansı formada olacaq? Ekspertlərin məsələ ilə bağlı hansı təklifləri var? Birlikdə öyrənəcəyik. Adam var, məcbur olur gündə bir 5-6 yerə dəyməyə, tələbələri götürək. Onlar məcburiyyət qarşısındadır və təqaüdçülər sözsüz onlara dəstək olmaq lazımdır hər zaman. Yəni güzəştlər olsa əlbəttə ki, yaxşı olar. Hamı üçün yaxşı olar, mən üçün də yaxşı olar. Bəzi tələbələr var ki, gündəlik 2-3 dəfə istifadə edir və onlar üçün daha gözəl olar. Azaldılsa, müəyyən güzəştlər tətbiq olunsa, bütün tələbələr üçün yaxşı olar məncə. Mən gündə 2 nəqliyyat dəyişirəm. Güzəştlər olsa daha yaxşı olar. Bu da bizim xeyrimizə olar. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, güzəştlərin tətbiqi ilə bağlı artıq müzakirələr aparılır və bununla bağlı mexanizm hazırlanır. Tələbələrin inkişaf etmiş ölkələrdə bir sıra xidmətlərdən, özündən ictimai nəqliyyatdan aşağı tariflərin istifadə imkanları var. Və Azərbaycanda da oxşar praktikanın tətbiqi gözlənilir ki, yaxın zamanlarda reallaşacaq. Çünki bu nəticə etibarilə daha çox sosial təminata ehtiyacı olan və eyni zamanda insan kapitalının inkişaf baxımına vacib olan təbəqələrin, kateqoriyaların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Həmin vətəndaşlarımız artıq mexanizm təsdiq olunduqdan və hüquqi baza formalaşdırdıqdan sonra həmin vətəndaşlarımız artıq vahid tariflə deyil, aşağı tariflərlə, yəni aşağı ödəniş, daha az ödəniş etməklə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Qanunvericiliyə təkliflərin hazırlanması və təqdim olunmasından sonra mövcud qanunvericiliyə dəyişikliklərin ediləcəyi gözlənilir. Təbii ki, bu proses üçün, yəni güzəştli şərtlərlə ictimai nəqliyyatdan istifadə üçün qanunverici bazanın formalaşmasına imkan yaradacaq. Mənim yol puluna hardasa 50 manatdan artıq xərcim çıxır ki, nəzərə almaq lazımdır ki, yalnız universitetdə eyni şəkildə tələbə istənilən yerə getmək üçün nəqliyyat vasitəsindən istifadə edir. Adi məsələn, mən kursa gedirəm, onun üçün də müəyyən metrodan istifadə eləməli oluram neçə dəfə. Hələ mən Bakıda qala-qala mənim xərcim bu qədər çıxırsa, siz təsəvvür eləyin ki, Sumqayıtda və yaxud da ki, daha uzaq zonalarda qalan insanlar da var ki, o tələbələr var ki, onlar üçün ümumiyyətlə çətinlik yaradır bu. Tələbələrə əgər elə fürsət yaransa ki, cashback deyim, nə deyim, yəni bir faiz isə aşağı endirilsə qiymət, çox insanlara güzəşt yaradar bu. Mən bununla razıyam. Bəzən olur ki, avtobusa QR kodu vurub girmək istəyirik. Məsələn, 5 dəqiqəyə çatdıramırıq, məsələn, minməyə. Elə olur ki, sıxa-sıxa olur avtobuslarda, çatdırmırıq. O 5 dəqiqə artıq silinir də, bildiyiniz kimi. O üzrə mənfi təsir edir. Təhsil eksperti Elmin Nuri təklif edir ki, sözü gedən güzəştlər tələbələr üçün tək paytaxt daxili deyil, rayonlara hərəkət edən ictimai nəqliyyatlara da tətbiq edilərsə daha yaxşı olar. Ümumiyyətlə, dünya ölkələrində tələbələrlə bağlı tətbiq olunan sosial layihələr paketinin ilk yerində məhz yol nəqliyyatla bağlı güzəştlər dayanır. Bu, istər Qərbi Avropa, istər Şərqi Avropa, Baltik yanı ölkələr, hətta Amerika və Mərkəzi Asiya ölkələrindən də aiddir. Bu, aylıq, yarım aylıq və həftəlik limitlərə bölünə bilər və əsasən dünyada yayılmış ən məşhur növü bu aylıq paketlər kimi tətbiq olunur. Şərqi Avropada, ümumiyyətlə Qərbi Avropada oxuyan tələbələrlə biz, soydaşlarımızla biz danışanda onların dediyi müsbət məsələlərdən ən birincisi məhz avtobuslarda, nəqliyyatlarda edilən endirimlərdir. Yəni, bu tələbə həyatı üçün bu o qədər də kiçik bir jest deyil. Və nəzərə alaq ki, bu inşallah təkcə iri şəhərlər arası deyil, təkcə paytaxtı əhatə etməyəcək, rayonlar arasında da nəqliyyat daşımada endirmə səbəb olacaqsa, tələbənin büdcəsi üçün, onun ailə büdcəsi üçün həddindən artıq faydalı bir rəqəmə çevriləcəkdir. Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, güzəştlərin tətbiqi üçün münbit şərait olmalı, ictimai nəqliyyat fondu fəaliyyətə başlamalıdır. Fonda müəyyən məbləğlər toplanmalıdır qeyd olunan resurslardan. Daha sonra dövlətlə daşıyıcılar arasında brutto müqaviləsi imzalanmalıdır və bundan sonra artıq güzəşt məsələsinə baxıla bilər. Optimal üsul bugün dünya praktikasında olan gündəlik, aylıq, illik paketlərin alınmasıdır ki, bu zaman sərnişinə müəyyən güzəştlər tətbiq edilir. Əgər siz daha uzun müddətli paket alırsınızsa, məsələn, aylıq, illik, bu zaman əlbəttə ki, bu güzəştlər olur. Tələbə üçün, təqaüdçü üçün də əlavə güzəştlər nəzərdə tutula bilər. İnkişaf etmiş ölkələrdə belə bir təcrübə var.
tarifin, qiymətin diferensiallaşdırılmasıdır. Məsələn, müxtəlif ölkələrdə bu sutkanın saatlarına görə dəyişə bilir, daha sonra məsafəyə görə dəyişə bilir, nəqliyyat vasitəsinin növünə, tipinə görə də dəyişə bilir. Azərbaycan da bu təcrübədən istifadə edə bilər, bunu praktikada tətbiq etmək mümkündür. Qeyd edək ki, yeni tarif menyusunun tətbiqi isə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra mümkün olacaq.